Gəncə Dövlət Universitetində, Azərbaycanın müqəddəs təhsil ocaqlarından birində sosiologiya fənninin tədrisi prosesindən qısa video görüntüləri öz sosial şəbəkə hesablarında paylaşdım. Qeyd edim ki, bu fənn, sosiologiya fənni İngilis dilində təhsil alan tələbələr üçün dizayn olunub. Və axşam saatlarında mənə bəlli oldu ki, həmin video görüntülərin qısa bir hissəsi bir çox məşhur saytlar, platformalar tərəfindən repost edilib, yenidən paylaşılıb və Azərbaycan cəmiyyəti də bu görüntülərə çox müsbət reaksiya göstərib. Və beləliklə də necə oldu ki, Pierre Duş məşhurlaşdı. Məşhurlaşdırdınız məni. Mənim də məşhurluğum bu günlərə qismət imiş. Mənim məşhur olmaq və yaxud olmamaq istəyim bu artıq başqa mövzudur. Ancaq münasibətim əlbəttə ki, müsbətdir və əməyi keçən hər kəsə, mətbuat orqanlara, jurnalistlərə, cəmiyyətin fəal üzvlərinə, mənim paylaşımlarımı bəyənən, məni izləyən, dəstəkləyən bütün Azərbaycanlılara və bütün insanlara səmimi təşəkkürlərimi çatdırıram. Təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, mənim mətbuatla tanışdığım 2003-lərə gedib çıxır. O illərdə Azərtaşda barəmdə məlumatlar gedib. Məşhur filmimizdəki o Qasım demiş, məni hətta Az TV-də göstəriblər. Bunlar başqa məsələlərdir. O ki, qaldı İngilis dilində danışmağa. Əziz dostlar, dəyərləndirdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Və əlbəttə ki, mənim aksentim var İngilis dilində və fəxr edirəm bundan. Azərbaycanlı aksentidir, hesab edirəm ki. İngilisdən çox İngilis olmaq fikrimdə yoxdur. Hətta biz öz dilimizdə, doğma dilimizdə danışanda yanlışlıqlara, qüsurlara, qrammatik səhvlərə yol veririk. O da qaldı ki, non-native speaker, yəni o dili sonradan öyrənən biri olaraq başqa dillərdə danışanda səhvlərə yol verməyək. Əsas danışmaqdır. Hələlik.